Komedonlar təkcə yanlış gigiyenanın təsirinə yaranan bir dəri problemi deyil. Bu, dəridəki hüceyrələrin qeyri-normal bir şəkildə yenilənməsi və sebiumun normadan artıq ifrazı ilə bağlıdır. İki cür olur komedonlar, açıq və qapalı. Açıq komedonlar məsəmələrin tıxanmasından yaranır və üzəri tam qapanmadığı üçün hava və tozla kontaktda olması nəticəsində üzəri qara olur. Buna qara nöqtə kimi adlandırırıq. Qapalı komedonlar isə tam tıxanıqlıqdır. Üzəri dəri ilə örtünür və biz onu dəraltı səpki kimi nahamar bir dəri formasında görürük. Bəs komedonlardan qurtulmaq üçün nə etmək lazımdır? Açıq komedonlar üçün kompleks müalicə, yəni turşu tərkibli vasitələr, çiska və qızıl standart olan fraksiyon lazer çox yaxşı nəticə verər. Qapalı komedonlar üçün isə yenə də kompleks müalicə, müxtəlif gellər, müalicəvi çiska və almaz dermabraziya proseduru çox yaxşı effekt verəcək. Mən həkim dermatoveneroloq Məmmədova Sona.